Birinci görək yol ayrıcı nədir, hansı anlayışı ifadə edir? Yol hərəkət haqqında qanunun 1-ci maddəsi 11-ci bənd. Yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi yaxud şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi əraziyə yol ayrıcı deyilir. Yəni bu qırmızı haşiyələnmiş yerlər yol ayrıcı hesab olunur. Yol ayrıcı həmişə birdən olur. Əgər kəskin hərəkət hissəsində ayrıcı zolaq olarsa, yəni iki hərəkət hissəsi ilə bir hərəkət hissəsinin kəsişməsində əlavə kəsişmə yaranır. Yəni iki kəsişməli olur. Və bu zaman bu nişanlar yol ayrıcının birinci kəsişməsinə aid edilir. Məcburiyyətçi nişan 4-1-1 nişanından 4-1-6 nişanına qədər. Həmçinin qadağan nişanlarından sağa dönmək qadağandır, sola dönmək qadağandır nişanları da yol ayrıcının birinci kəsişməsinə aid edilir. Çünki əgər yol ayrıcı iki kəsişməlidirsə, ayrıcı zolağa qədər olan hərəkət hissəsi soldan sağa axın. İkinci kəsişmə isə sağdan sola axındır. Bu nişanlar tətbiq olunur ki, sürücü birinci kəsişmədən sola dönməsin. Yaxud kəsişmədən sonra sağa dönmək qadağandır nişanı, yaxud məcburiyyətçi düzünə sola nişanı tətbiq olunur ki, sürücü ikinci kəsişmədən sağa dönməsin. Bu nişanlar yol ayrıcının birinci kəsişməsi üçün qüvvədə olur.